Son vaxtlar banklara əmanət yerləşdirənlərin sayı artıb. Buna baxmayaraq evində pul saxlamaq üstünlük verənlər də kifayət qədərdir. Həmin vətəndaşlar xüsusilə risklərdən ehtiyat edirlər. Qeyd edilir ki, bankların bağlanma ehtimalı onları əmanətçi olmaqdan uzaqlaşdırır. Hansı hallarda banklara pul yerləşdirmək risklidir? Evdə pul saxlamaq vətəndaşa nə qazandırır? Globalifo azad danışan iqtisadçı Elçin Rəşidov bildirib ki, son illərdə əksəriyyət pulunu həm də ölkədən kənarda investisiya etməyə meyil edib. Ancaq banklarda da əmanətlərin miqdarı artıb. Pandemiyadan öncəki dövrdə bu rəqəm 9 milyarda qədər etsə, artıq həmin məbləğ 15 milyard manata gəlib çatıb. İnflyasiyanı da nəzərə alsaq, təxminən 10-15% artım var. Təbii ki, banklarında riskləri mövcuddur. Əgər bir banka 100 min manata qədər vəsait yerləşdirirsinizsə, bu əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanır. Vətəndaşın pulu çoxdursa, onu bölüb bir neçə banka da əmanət edə bilər. İqtisadçı deyib ki, evdə saxlanılan pullar inflyasiyaya uğrayır. Bu səbəbdən həmin pul azalır. Azərbaycan banklarında faiz dərəcəsi kifayət qədər çoxdur. Ancaq eyni zamanda pullar devalvasiya riskinə də məruz qalır. Belə ki, devalvasiya pulların bankda olduğu müddətdə baş verərsə, ciddi şəkildə dəyər itirilməsi gözlənilir. Bu, lotereya kimi bir şeydir. Evdə olan vəsaitlər isə həm oğurluq təhlükəsi qarşısında qalır, həm də qeyd etdiyim kimi ilbəil dəyərini itirir.